Sabahınız xeyir qızlar. Yuxudan oyandım, gördüm yağış yağır. Belə özümə kofe hazırladım. Bugün tema bağlamam gəlib qızlar. Açıb onların hamısını bir-bir sizə göstərəcəm. Qızlar, tam store'a getmişdim. Oradan belə bir dodaq nəmləndiricisi aldım. Belə bir maska götürdüm. Belə bir ümumiyyətlə parça maskalara çox xoşuma gəlir istifadə eləmək. Belə bir parça maska da götürdüm. Dermokili heç istifadə eləməmişəm, bilmirəm necədir. Bir də belə bir kil maskası götürmüşəm. İkili, yəni 2 dəfə istifadə eləmək olur. Bunları istifadə edəcəm, görüm necədir. Qızlar, günortaya özümə belə ton balıqlı salat hazırladım. İçərisində pomidor, xiyar, göyərti, soğan, acı biber, biraz turşu əlavə elədim, bir də ton balıq. Burada da var aldıqlarım. Bunlar hamısı bir yerdə. Bir yerdə 39 manat tutdu. Belə ilqar üçün 2 dənə yoğurt. Bir tane kofirli bir şokolad. Böyle bir keks. Böyle çayla içmeye böyle özüm için keks sipariş verdim. Bir tane de şokolad. Bir tane de böyle yoğurt. Bir tane böyle. Bir de un. Böyle bir un sipariş verdim. Çok güzel, aldıklarım bu kadar. Akşam acıda yoldaşımla belə KFC-dən Family Box sipariş verdik. Bir de Domino's pizzadan bir dənə pizza sipariş verdik. Qızlar, aptekə getmişdim. Özümə bir neçə şey aldım. Sizə açıb göstərəcəm indi. Belə bir nəm salfet aldım. İlqar üçün. İşte belə bir üzüm ageli aldım. Vichy firmasının. Bu yağlı dərilər üçündür. Problemli dəri üçün nəzərdə tutulub. Bunu ilk dəfədə istifadə edəcəm. Bilmirəm necə olacaq. Bunu aldım. Bir də belə bir yenə Vichy firmasının nəmləndirici kremini aldım. Bunlar qızlar, aptekdə 30% indirimə düşmüşdü bu firma. Hamısı bir yerdə 64 manat 18 qəpik tutdu. Kremə öz qiyməti 58 manat 90 qəpik. İndirim olundu 17 manat 67 qəpik. Gelin də öz qiyməti 29 manat 90 qəpik. İndirim olundu 8 manat 97 qəpik. Akşam işten çıxdı, yoldaşım geldi, biz apardı Novxanaya. Burada dostluq restoranı var, geldi ora. Biz belə balıq istədik deyə 2 dənə balıq sipariş verdik. Qutaqlar sipariş verdik. Yedi biraz, ilqıra da yedizdirdim. Belə salatlar sipariş verdik. Kızlar, temu bağlamam geldi. İndi bir açıb içindekiləri sizə göstərəcəm. Biraz görüntü bağlamadı kızlar. İndi bir açıb var sizə göstərəcəm. Çünki içində nelər var.
İlqar üçün belə bir çanta sifariş vermişəm. Çölə çıxanda İlqarın da əşyalarını yığmaq üçün. Belə bir çantadır. Bunun qiyməti qızlar, tam qiymətləri dəqiq yadımda deyil. Səhv etmirəmsə 9 manat olmalıydı. Orada qiymətlər tez-tez dəyişir. Belə bir çantadır. Və açıb sizə göstərim üçün. Belə bir içi belə. Bir dənə də ön hissəsi var. Cibi var. Qızlar, materialı da çox qəşəngdir. Yəni nazik deyil, qalındır, belə keyfiyyətli materialdır. Bir də qızlar, İlqara belə bir oyuncaq sifariş vermişəm. İndi açıb göstərəcəm sizə. Belə açılır. Kağızları götürək. Ben mavi rengi olanı seçtim. Orada 3 rengi var idi. Belə yanında qələmi də var. Belə yazırsınız. Belə silinir. Əslində bundan Bakıda da var. Prosta mən çox çölə çıxa bilmirəm deyə. Bu silinmədi axı. Əslində belə silinməlidir. Aha qızlar, silindi. Arxasında belə knopkası var idi. Mən onu basmamışam. Açıldı. Belə yazırsınız. Silinir. Bu biraz böyükdür. Bakıda da var əslində bundan, amma mən balaca variantda olanı görmüşəm. Belə açığı bu boyda, yəni böyük olanı görməmişdim. Bu da çox qəşəngdir, çox xoşuma gəldi. Broşka sifariş vermişəm özüm üçün. Belə bir broşkadır. Bu da qiyməti 3 manat, hissəsi qəpik, 89 qəpik olmalıydı. Orada yenə deyirəm, qiymətlər tez-tez dəyişir. Bu da qəşəngdir, xoşum gəldi. Bir də belə İlqar üçün böyük oyuncaq çantası sifariş vermişəm. İndi bunu açıb qızlar sizə göstərəcəm. Qızlar, baxın, belə bir formadadır. Materialı çox qəşəngdir qızlar. Yəni nazik bir şey deyil. Əyləyən bir şey deyil. Çox qalındır. İçi də yəni xeyli oyuncaq tutur. Çox qəşəngdir, xoşum gəldi. Bunun da qiyməti hardasa 11 manat olmalıydı. Çox qəşəngdir. Belə uşağın oyuncaqlarını belə bu formada içinə yığa bilərsiniz. İçində xeyli yer tutur. Çox sağ olun qızlar, məni izlədiyiniz üçün. Kanala abunə olmağı, aşağıda da rəylərdə öz fikirlərinizi bildirməyi unutmayın. Hələlik.